Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin mövzuları müzakirə edəcəyi xəbər verilir. Prezidentlərin görüşünü ailəsin xüsusi müxbiri Zəfər Şahray da yaxından izləyəcək. Onun Tiflisdən bu görüşə hazırlığı haqqında reportajını təqdim edirəm. Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri sabah burada Gürcüstanın Milli Kitabxanasında Tiflis samitində bir araya gələcəklər. Artıq bugündən tədbirin hazırlıqları başlanıb, binada təhlükəsizlik tədbirləri gücləndirilib. Tiflis samiti bu formatda 3 ölkə liderinin ilk görüşü olacaq. İndiyədək İqtisadiyyat və Xarici İşlər Nazirləri səviyyəsində bu cür tədbirlər keçirilsə də, prezidentlər ilk dəfədir ki, 3 tərəfli görüş keçirəcək. Məhz buna görə samitə diqqət böyükdür. Artıq bir neçə gündür Tiflis küçələrində tədbirlə bağlı posterlər, lövhələr yerləşdirilib. Samit çərçivəsində hər üç lider regional təhlükəsizlik, siyasi tərəfdaşlıq məsələləri ilə yanaşı əsas diqqəti iqtisadi əməkdaşlığa yönəldəcək. Dövlət başçıları son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələrinə nəzər salacaqlar. Gözlənilir ki, əsas müzakirə mövzusu Bakı-Tiflis